Müğənni Xatirə İslam Məclisinin əmrində həmkarı Rüfət Axundov ilə birlikdə görüntülənib. Təbii ki, mən də onu gördüm. Oxudular, oynadılar. Üzlərində təbəssüm. Güldüm. Bilirsiniz də niyə güldüm? Xatirə indi təbii ki, şəkildə qoydum, görəcəksiniz. Saroçka geyinib, qara lasini geyinib. Təbii ki, istinad edirəm milli.az-a. Deyir ki, sənətçilər məclisdə duet ifa edərək səhnəni bölüşüblər. Yəni, Rüfət Axundovla Xatirə İslam. Xatirənin ağ köynək və qalstuğundan ibarət fərqli səhnə üslubu diqqət çəkib. Müğənninin seçdiyi iddialı geyim gecədə diqqət mərkəzində olub. Onun obrazı qonaqlar və sosial şəbəkədə istifadəçilər tərəfindən geniş müzakirə edilib, çox tənqid olunub. Çox tənqid ediblər. Xatirə İslam da hamıya cavab verdi. Sözündən belə çıxdı ki, yaxşı etmişəm. Başqaları kimi soyunmamışam ki. Xatirə xanım, canım mənim. Siz mənim sözlərimə bir mahnıda oxumuşsunuz. Deyirsiniz ki, soyunmamışam. Xatirə xanım, siz də 50-ni xırdalamışsınız. 60-a doğru gedirsiniz. İnşallah bir neçə ilə siz də 60-ı xırdalayacaqsınız. Kim ki sizə deyir ki, yaxşı geyinməmsiz, qələt eləyirlər. Əcəb edib belə geyinmişsiniz. Bizdə hamı belə geyinir. Heç kimə bir söz deyə bilmirik. Bizdə müğənnilər nə ağsaqqal bilir, nə ağbirçək bilir, nə uşaq bilir. Heç kimi tanımır, heç kimin də sözünü qəbul etmirlər. Seçim özünüzündür. İstəyirsiniz sabah saroçkasınızın biraz qısaldarsınız, öz işinizdir. Yenə də deyirəm, kim ki sizə irad tutur, başın daşa döyüb. Necə istəyirsiniz geyinin. Biz kimik ki, biz heç kimik. Bizim nə ixtiyarımız çatır sizlərə söz deməyə. Əcəb etmişsiniz. Seçim özünüzündür. İzləyicilər, bütün dediklərim dırnaq içində. Bizdə müğənnilər gəncləri başa düşdük. Gənclər yeni gəliblər, otdudular, alındılar, özlərini göstərmək istəyirlər, həci, sponsor, nə bilim, Kərbalayı, Məşədi, bunlar əldə eləmək, hər şeyə əl atırlar. Amma 50-ni keçənlər var. Dayanın da, hər şey etmişsiniz, hər şey. Daha bu barmaqlara, bu barmağınızı haralara salmamışsınız. Azından gəlin biraz hələ ki abrımızı saxlayaq.